Hə, yaxşıyam. Gördünüz məni? Narahat olmuyor. Torpaqları alıb gələcəm evə. O, uşaqlıqdan cəsarətli, vətənini sevən bir gənc idi. Babayev Rəşad Ağabeyoğlu 4 iyun 1992-ci ildə Bakı şəhərində anadan olmuşdu. İdmanla böyüyən Rəşad güclü, nizam-intizamlı və mərd bir oğul idi. Təhsilini başa vurduqdan sonra vətənə xidmət yolunu seçdi. O, xüsusi təyinatlı qüvvələrin giziri idi. Murovdağda, Suqovuşanda, Cəbrayılda, Füzuridə, Xocavənddə əsl qəhrəman kimi döyüşdü. 10 oktyabr 2020-ci ildə Hadrut-oğlunda gedən döyüşlərdə düşmənin əsinə gələrək son gülləsinə qədər vuruşdu və şəhidlik zirvəsinə ucaldı. Rəşad Babayev vətən uğrunda igidliyə görə Kəlbəcərin azad olunmasına görə medallar ilə təltif olundu. O, bu torpaqlarda əbədi üz qoydu. Şəhidlər ölməz, vətən bölünməz.